Herkese selam, ben Ayşe. Bugün WhatsApp kanalımda yazdığım kimi də paranormal olaylar olan terk edilmiş sahaya gelmişik. Belə böyük bir yerdir. Yəni ucu bucağı yoxdur. Bura girəcəyik və şu an qapıdayıq. Bir dəqiqə qapını da çəkeyim. Bu arada mən tək gəlməmişəm. Bacım və bir gün qızları ilə gəlmişəm. Bax, qapının girişində belə sümüklər var və bu qapının girişidir. Bura belə. Bir dəqiqə. Burada bayağı qurbağalar var. Buna baxın. Orada baş var amma oraya gedə bilməyəcəm. Qorxuram. Çünki bayağı ayazı qalsın. Balacı bir dəqiqə bu boyda qurbağa ayağımı kopmamış. Ay, vay qorxuram. Belə bizim ev budur. Bizim ev budur. Buradan biz oradan keçirdik həmişə. Ora da keçmək olmur oradan. Çox otlar var. Dostlar, bura belədir. Burada belə tellər falan var. Buradan da geçmək olmur. Burada, orada, tam burada böyük bir dənə qoyuyor. Qapı belədir. Allah. Burada da o qədər otlar var. Buranı belə kilitləyiblər. Bu çox qorxunç yer, dostlar. Mən bir dəfə buraya girmişdim. Axşam idi də, onda gecə. Dostlar, bu evlərin içindən o qədər qəribə səslər gəlir. Onun üçün yəni qorxmuram əslində, amma bu çoxlu böcəklər var. Qurbağa falan doludur. Bura belə otlardır. Belədir. Bura çoxlu belə otlar var. Bir dənə xala gəlir orada. İndi bizi şikayət eləməsələr yaxşıdır. Çünki buraya girəni bəzən şikayət edirlər. Giririk bura, xala getsin, sonra girək. Çünki bura girdiyimizi görsə, yəni şikayət edəcəklər. Xala evinə girdi. Sıra 4 nəfər indi. İndi 4 nəfərik dostlar. İndi buradan sıra keçək. Burada bacım keçsin. Yox, mən birincisi səni çəkim. Mən birinci. Məni? Sən keç. Sən keç, sonra məni oradan tutarsan. Tutun da bunu. Bu qızı. Bu arada baş bağlıdır. Bunlar üzlərini çox da görsətmirlər. Mən çək. Ay, normal çək, əlin falan düşməsin. Həkim özün görsənir. Hə, yuxuda. Hoppa. Bağlayaq. İndi bu da çıxsın. Sonra keçdik bu qapıdan. Paltaları var, bir də Bəli, burada əskər paltar. burada narkotik falan belə Hə, şeylər ola bilər. Adamlar narkotiklər istifadə edən adamlar. Onlar bir şey deyəcək, biz niyə əlimizə bir şey almırıq? Buradan bizim qabaqda alıb gedənə kimi? tülkü falan çıxa bilər bu arada. Bura tülkü doludur. Çelik üstündən görmüşdük biz. Mən onlar Hətta mənim üstümə gəlmiş. İlanlar falan olar bizə. Gedək. Ay Allah, nə qəşəng əlimizdə çubuqlar var, nə qəşəng qabaqda. Qorxuram. Bu arada bura Allah eləməsin, ilan falan doludur. Yəni qurbağa. Şansı yox. Mən qurbağa travmam vardı, nə olar? Veri ailində sizdə. Yox. Bizim bu qalma şansımız sıfırdır. Düz deyil, içərisində dayanmır. Çünki orada ancaq asarsız buradan eşitdik. Gəlin qayıdaq sən. Qayıtmayın da deyirəm, biz yol tamamla. Məncə də. Deməli, mən bibimin qızı ilə gedirəm. Bacımla o birisi bibimin qızı qaldı. Çünki Gözətlikdə yox, bəli, gözətdirəm. Həm nənəm gel, həm qonşular bura gizlincə girmişik də. Oğladım deməm çox. Bu arada dostlar, niyə ayağıma sulub bir şeylə. Ay, bura. Dostlar, Allaha and içirəm ki, səs yox. Oradan keçə, oradan içlər. Aha. Bir şeylər çıxır. Oradan bir şey çıxma ehtimalı çox. Ağacı var indi. Altında su şeyi falan var. Keçə deyirəm bəlkə o tərəfindən. O tərəfə necə keçək? Hə, yaxşı. Ayağımda bir dənə otur. Tülkü falan yəni. Yaxşı, gələcəyik. Bizim qızlarla bacım deyir ki, tez olun. Of, çox qorxuram. Hə, bəli. Evi çək, evi çək. Burada kamera. Bu arada biz bunun üçün bir adam görmüşük, yəni. Əslində burada çox ot var. Ot olmasa bunun hər şey görünür də. Yerlərdə o qədər şeylər dolu.
Bura belə, burada ayaqqabı falan. Bizim evin içərisində. Bizim aslında biz o şeyin zabordan tutulan bura geldik. Bakın bunlar burada gözlemləyirlər. Gel biraz da qabağa gedək. Evin isə tam çəkməliyik. Baxın məsələn burada. Orada şey gözüküyor şampiyon. Burada çoxlu paranormal olaylar olur. Buradan ekran bulan. Oha burada şişəsini. Burada sən Şişələr. orada nəsə belə turbo kimi bir şey yapa. Yer çək orada. Gel biraz qabağa gedək. Biz qorxduq deyə gedirik. O birisi nənəm gözətdir həm də. Baxın nənəm ki o pəncərədən baxsın, yəni bizi yerlərdə bir şeylər. Bu arada bunun tam yanındayım. Buradan qapı açsın mənim üstümə kimsə gəl. Krant falan var. Hələ bu. O da indi birdən buradan adam çıxsın. Həkimə gəl. Ses gəl. Qorxudan ölürəm həkimə. Həkimə yanıma gəl. O ses gəldi. Bu ev içindən. Ya buradan daha düz yoldur. Ondan da gəldi. Gəl buradan gedək. Buradan daha düzdür. Ha. Orada çox ot var da. Uşaqlar, birbirimin qızının telefonu ilə çəkirəm şu an. Yəni. Baxın. Əskər paltar tapdı. Baxın. Gördünüz dedilər. Bakın kapısını kırıp bu ne bunun çünkü her türlü bakteri yok. Bu telefonu bayağı qaşan çekilmiş. Yani ben tam ekranı görürüm şu an. Ay Allah. Aman qorxum it falan olabilir. Neyse dostlar, sen o evin içini çəkmədin. Abi bizon falan da var. Bəli dostlar, şimdi sen Ha. Bir tane bu evin içini görmek istedim sadece. Ay bu evin içi o kadar garip. Ses Ay telefonum düştü. Telefonum düştü. Telefonum düştü. kimse baktı yoksa ben öyle geldi. Ay siktir. Ay çok gördüm. Ay baba. Dışarı dönüp siz danışırdınız. Dönüp bakanı görünürse gördüm sizden. Bak kızına bakın. Sessiz. Aşağıdan öyle bir kimse baktı. Allah'ıma onun için biz siz dönüp danışırdım benden. Ay Bir tane kim geldi? Evimizin bir tane ses geldi. Oy bu ne? Her sesten şu an korkuram da. Onun bura gelmezse 10 meselesi. Her şey. Ne çek? Telefonun mı senin? Söndü. Bayağı düştü. Sönmedi, yer tutardı. Dostlar Allah'ıma and içirəm. Baxın orada həqiqətən bir şeyler gördüm, qara rəngdəydi. Bax tam evin o pəncərəsindən gördüm. Qara rəngdə nəsə baxdı, sonra qaçdı o dəqiqə bizə bir fark edəndə. Qorxudan ağlayacağam. Sən eşitmədin səsi. Siz eşitmedim ama Məsuba oradaydı. Sonra siz burada söhbət edəndə mən oradan gördüm. Allah'ıma atın. Qara rəngdə nəsə Başını köynək. elə bildim döndü bu tarafa geldi. Qara rəngdə nəsə köynək. Allah'ıma and içirəm. O iki dənə o balaca kubik evlərdən heç bir səs gəlmədi. Amma o baxın, o telefonu ora tutan kimi o evə bildiyimiz yəni içərdən
səs gəlir. Ay bala tapçıqam zırıl. Dostlar indi qayıdırdıq. Tam yolun yarısındayıq. Bir 4 saniyədə göz-gözə. Yaxşı ki gəlmədiniz. Yəni dördümüz də indi orada. Mənim telefonumda düşdü. Mən hələ əlimlə tutmuşum. Telefon da uçdusa öldüm mən. Elə bildim ilan gördünüz. Yo, nə ilan? Dostlar, indi biz bəlkə yenə getdik. İndi gedək marketə bir şeylər su falan almaq. Çünki mənim həqiqətən ürəyim çox pis ağrıdır da. Yəni əsl ürək bildiyimiz. 4 saniyə ərzində göz-gözə gəldiyim şey sonra kölgə ilə də yansıma ola bilər. Bax bu. O yanımdakı. Nə qədər Baxın, bu gördü. Sən əlləri falan çəkirəm. Əlim, bu gördüm. O həmin o adam idi. Dayı nə idisə onu gördüm. Bu görəndən sonra bir saniyə belə olmadan mən səs eşitdim. Yəni bilmirəm indi kamera düşübsə, düşüb onu bilmirəm amma həqiqətən çox səs döndü eşitdim. gördü ki, ağını səs gəldi. Sonra biz həmin o yarısına gələndən sonra deməli, görəndən sonra evə tərəf gələndə, yəni buradan belə gələndə o təzədən döndü belə baxır. Mən bir şey gördüm orada. Yəni qapıdan dönmüş bizə kimsə baxırdı. Yəni o qədər pis bir his idi. Ölürdüm yəni. Çox pis. İndi marketə gəldik. İşlər də oyuna döndülər. İndi marketə gedirik. Biraz su falan alırıq, sonra videonu təzən oraya gedəcəyik. Uşaqlar, biz gəldik bura yenə, amma girə bilmədik. Çünki bizim qızlar falan namaz qılınacaq falan. Onlar namaz qılana qədər çox gec olacaq. Yəni bizi day bura qoymazlar. Anam gildə 100% bildim. Çünki o pəncərədən məncə baxdılar. Yəni biz qaçanda qışqırdıq elədik. Hələ ki evə getməmişik. Marketə getdik. Marketə falan getdik. Nəysə biz hələ evə getməmişik. Getdik marketə yeməyə bir şeylər aldıq. Sonra su falan aldıq. Su şəfəli. Mən bizon falan aldım. Uşaqlar Coca-Cola falan aldı. Çox dedi biz. Yaxşı. İndi evə gedirik. Yox, evə getmirik. Biraz gəzəcəyik, sonra evə gedəcəyim. Videomu da bitirirəm. Sağ olun. Kanalıma abunə olub like atmayı unutmayın. Bye bye.